Allahı yad etməklə qəlblər aram olur. Əla bi zikrillahi tətməinnül qulub. Allahı yad etməklə qəlblər aram olmazmı? Yəni, əgər Allah birinin yadındadırsa, o insan heç vaxt zülm eləməz. Əgər Allah bir insanın yadındadırsa, o insan heç vaxt yalan danışmaz. Allah əgər bir insanın yadındadırsa, o heç vaxt böhtan atmaz. Allah əgər bir insanın daima yadındadırsa, o heç vaxt insanların haqqına girməz, onların barəsində olmayan sözləri danışmaz. Bunların hamısı bilirsinizmi nə zaman baş verir? Allah unudulanda, Allah yaddan çıxanda. Ona görə biz bir anlıq o günah anında Allahın nazir olduğunu, bizə nəzarət etdiyini, bizi gördüyünü unudaraq biz onu edirik. Yəni, həmin anda bizim Allahımız bizim nəfsimiz olur. Bu sözlər biraz ağır sözlərdir. Deyə bilərsiniz ki, əstəğfurullah, necə yəni, nəfs mənim Allahım olar. Yəni, həmin anda Allah yaddan çıxır. Həmin anda Allahın səni gördüyü sən yadından çıxardırsan və görürsən, peşman olanda vicdan əzabı çəkirsən, tövbə edirsən, Allah bağışla, Allah bilməmişəm, Allah bir daha eləmərəm. Ona görə Allahı daim, davamlı yad etməyi Allahdan istəmək lazımdır ki, Allah yadımızda olsa, biz Allahın əziz bəndəsi olarıq. Allah yadımızda olsa, mehriban insan olarıq.